artıq, kodunu ver. Kodunu ver, mahnının qadan alın. Aha. Aha. Hansı Manchester klubundan söhbət gedir? Aha. Mövzu nədir qardaşlar? Mövzu Manchester United və Tərlan Şahinoğlu yəni bir anda Manchester, duydu bəli. oldu burada. Biz Bəli. deməli söhbət hansı klubdan gedir? Manchester Uniteddən. Tərlan son məlumatları sən çatdır. Əvvəla salamlayıram hər kəsi, Sport Info izləyicilərini və Elçin də qeyd etdiyi kimi dəstək olar bu kanala. Bəyənin, yəni rəy yazın, fikirlərinizi bildirin. Bu əlavə bir stimuldur. Elə bizim Tərlan üçün. Şahinoğlu'nu da yaxın gələcəkdə burada görmək istəyirsinizsə, bəyənin, paylaşın, abunə olun. Biraz beynəlxalq mövzular olsa, yəni böyük məmnuniyyətlə. Manchester United-ə çox yaxın mənbələr artıq paylaşır ki, sırf Victor Osimhenlə şəxsi razılıq əldə olunub. Qalır Napoli ilə Manchester United arasında anlaşma. Amma futbolçunun özü ilə demək olar ki, yəni Razılıq əldə olunub tam olaraq. Və Elə üzərində yazılır. də daha bir oyuncu da deyəsən alınır. Və Manchester'dan daha bir futbolçu ilə yaxından maraqlanırdı onsuz da və onunla da artıq razılıq əldə olunmaq üzrədir. Bu Wolverhampton'ın Braziliyalı hücumçusu Mateus Cunha'dır. Yəni ki, Premier Liga izləyənlər bu futbolçunun nəyə qadir olduğunu bilirlər. Hətta bu mövsümün Gəlir Manchester, gəlir Manchester United. Nəhayət ki, amma gəlir. mərkəz hücumçusu alınsa da, yəni mərkəz hücumçusunu topla təmin edən cinah oyunçuları da mütləqdir. Mən sənə deyim ki, Osimhen bu mövsüm yazıq Qalatasarayda nələr çəkdi bir Allah bilir. Yəni onun təsəvvür elə, yəni oyun, yəni təsəvvür elə Qalatasarayın cinahı işləməyə, sən dedin cinah oyununa daha çox üstünlük verilsə daha yaxşı olar. Galatasaray bəlkə də 6-7 oyun qələbə qazanıb, sırf Osimhenin fərdi keyfiyyətləri Və hesabına. maraqlıdır ki, Türkiyəli bizim həmkarlar da paylaşırlar. Mən bəzən YouTube-dan izləyirəm. Onlar da bildirirlər ki, yəni Osimhendə nə ortadan bir ötürücü var, nə cinahlardan ötürən var. Deyir, Öz-özünə o orada qapısı Muslera vurur, mən burada mübarizə aparıram, qaçıram, topu qapıdan keçir. Bizimkilərin bir qəşəng sözü var, deyir, at qaqan əl eləyir. At qaqan, gör qaqan nağaracaq. Bu sözün əsl mənasında Osimhen onu edir. Eləmək Premier Ligada onu etmək mümkün olacaqmı? Yəni özünüz də bilirsiniz ki, çətindir, elə mi? çox çətin çempionatdır. Amma məncə Osimhen dünyanın istənilən liqasında, istənilən səviyyədə oynaya biləcək hücumçudur. Və Manchester United müqavilə bağlasa, yəni Hoylund hara, Osimhen hara. Görək Manchester şəhərində də maska taxan azarkeşlər olacaqmı yoxsa yox? Çünki Napoli Onu bilmirəm, amma sən bir maskanı hazırlayırsan bilirəm. Yəni sən maskan olacaq. maskan yoxdur. Mənim maskam yoxdur. Sən də bir iki kəlmə söz deyib gedirsən evdən. Bir iki kəlmə söz deyib getməsən olamazdı. Dostlar, bax belə. Frangen içkiliydi. Bax belə dostlar, çox maraqlı bir dönüş eləməyə çalışdı. Aktyor kimi oynamağa çalışdıq. Hər halda Tərlana təşəkkür edirik ki, bax bu vəziyyətdə bizə dəstək oldu və gəldi, qoşuldu.